Bizim evdə hər gün hazırlana biləcək, hətta gecə saat 12-də belə hazırlaya biləcəyim şirniyyat növü pankek. Həm tez hazırlanır, həm az ərzaqdan istifadə olunur. Eyni zamanda bizim uşaqların vazgeçilməzidir. Səhər yeməklərində çox gözəl istifadə edə bilərsiniz. Bu reseptlə alınmama şansı yoxdur. İndi isə keçək hazırlanma qaydası. Hazırlamaq üçün qaba süd əlavə edirəm. Qeyd edim ki, ölçüləri alt qismdə qeyd edəcəm. Daha sonra un əlavə edirəm. Unu gördüyünüz şəkildə hissə-hissə əlavə etdim. Şəkər tozu və yenidən unun qalan hissəsini də əlavə edirəm. Soda və ya qabartma tozu əlavə edə bilərsiniz, hansından varsa. Qabartma tozu olsa daha yaxşıdır, daha çox qabarır o zaman. İlk olaraq qabın dibinə biraz yağ vurdum. Daha sonra isə məhluldan tökürəm və hər iki tərəfini bişirirəm. Üzərinə bu cür şokolad gəzdirirəm. Gördüyünüz kimi mən pankekə yumurta istifadə etmədim. Nə yağ, nə yumurta. Bəzən yumurtanın bir ağır dadı olur. Ona görə uşaqlara bəzən bu cürə hazırlayıram, daha yüngül olsun deyə. Görüntüsü qədər dadı da möhtəşəm olan pankeklərimiz hazırdır. Son halı. İstərsəniz bir pankekin üzərinə şokolad çəkib, digərini də üzərinə qoyub o cürə də yeyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.